Əfsanələrin toxunuşu, bəşəriyyətin 24 simvoluna həsr olunmuş İran şah əsəri. Bu qeyri-adi əl işi İran divar xalçası insan böyüklüyünün və zamansız sənətkarlığın təcəssümüdür. Möhtəşəm dəqiqlik və yüksək sənətkarlıqla toxunan bu əsər, nailiyyətləri ilə dünyanın müxtəlif nəsillərinə ilham vermiş insanların davamlı təsirini əks etdirir. Bu şah əsərin mərkəzində diqqətlə toxunmuş 24 portretdən ibarət kolleksiya yerləşir və hər bir portret tarixdə ən nüfuzlu nümunəvi şəxsiyyətlərdən birini təmsil edir. Elm, idman, ədəbiyyat, kino, kosmos araşdırmaları, texnologiya, incəsənət və mənəviyyat dünyalarından seçilmiş bu əfsanəvi şəxsiyyətlər uzaq görənlik, cəsarət, yaradıcılıq və müdrikliyi təcəssüm etdirirlər. Hər bir portret bəşəriyyəti dəyişdirən və gələcəyi ilhamlandırmağa davam edən həyatlara hörmət ifadəsidir. Hər bir üz heyrətamiz realizmlə duyğuları, xarakteri və varlığı əks etdirən qeyri-adi detallarla işlənmişdir. Xalça ən yüksək keyfiyyətli yundan əl ilə toxunmuşdur və bu ona dəbdəbəli tekstura və incə işlənmiş görünüş qazandırır. Onun monoxrom rəng palitrası, ağdan tünd qaraya qədər zərif keçidlərlə axaraq, kompozisiyaya dərinlik, zəriflik və dramatik harmoniya əlavə edir. Mürəkkəb dizayna mükəmməl şəkildə inteqrasiya olunmuş Abestrolu Models Ever ifadəsi mövcuddur. Arxa plana incə şəkildə toxunan bu yazı üslubu əsərin bədii quruluşunun ayrılmaz hissəsinə çevrilir və əsərin ruhunu və mesajını gücləndirir. İdeyaları, istedadları və əməlləri dünyamızı formalaşdırmış insanlara ehtiram. Dekorativ sənət əsərindən daha artıq mənə daşıyan bu İran divar xalçası ilhamın və insan nailiyyətlərinin toxunmuş hekayəsidir. O, yüksək səviyyəli fars sənətkarlığını universal mədəni mesajla birləşdirərək tekstil sənətini mükəmməllik, təsir və irs haqqında zamansız bir bəyanata çevirir. Bu sənət əsəri Daniel Bicas Lux Collection 2020-2023 kolleksiyasının bir hissəsidir.